Bəzi show biznes nümayəndələri də var, görmüş yollarında üryan vəziyyətini. Yəni, məsələn, o necə müzakirə olunmaya bilər? Adam paltarı faktiki əynində yoxdur. Bizə Lady Gaga'ya baxırıq deyil, ay nə yaxşıdır. Biz Katy Perry'yə baxırıq, Lady Gaga nəyəsə dəyişə bilmir. Jennifer Lopez'lərdə də baxırıq, gözümüz qabağında. Başa düşdüm, amma indi Jennifer Lopez mi olaq? Olmaz, bunu olmaz. Yəni, Jennifer Lopez mi olaq? Yəni, Lady Gaga deyirik biz. Biz Banu Çiçəyik. Mən səndən razı deyiləm, Mehman. Biz 21-ci əsrdəyik. Biz 21-ci əsrdəyik. Biz də cəmiyyətdə bəzlərin baxsaq, gedirlər 5-ci, 6-cı əsrə. Onu neynəyək? Hər kəs özü bilər, nəyə geyinir dostlar? Yəni, Lady Gaga kimi geyinək? Geyin. Yox. Mehman Qaqa geyin. Niyə geyinmirsən? Mənə bunu cərimə halına biz pul cəriməsindən getmir. Söz atmaq və s. heç bir halda məqbul deyil. Geyimə görə, qeyri bir şeyə görə insan tanımadığı adama... Sən dediyin o birbaşa, yəni kiməsə demək ki, sən bu paltarı geyinməlisən. Mənə elə gəlir ki, meyarlar olmalıdır. Daxili senzuramız yoxdursa, onda niyə niyə? Yəni çimərli geyimlə şəhərdə gəzək. Tamam, problem yox. Gəzək çimərli geyimlə şəhərdə, normaldır. Zövq məsələsi də var, bəlkə bilmirəm, amma biz təqlid ediriksə kimisə, baxırsan, insandır, heç paltarın qoydun bir yerine, yeriyir. Elə bir podyumdadır. Şəhərdə gəzir, mağazaya gedir, podyumdadır elə bir. Gəzsin, niyə də yox? Gözəllikdir, gözəl qızlarımızda da var. Ona baxdı, biri var ki, Mehman, sənin ona necə baxmağından çox şey asılıdır. Sən ona hansı gözünə baxmırsan, o qadının geyimi yox, sən o geyimə necə baxırsan. Yəni o tam haqlıdır, gözlər, mənim gözlərimdə problem var. Bəli, o sənin gözlərin artıq sınavıdır. Adam var ki, baxırsan ki, hər şey ortadadır. Sən öz, belə deyək... Hər şey ortadadır. Nəfsinə qalib gələ bilmirsənsə, o geyinənin heç bir günahı yoxdur. Nəfsimə qalib gəldi, mən əlimi qolumu bağla, gözümün qarşısında, çimərlikdə gözü bağlı gəl. Sən orada gözünü zilliyib baxırsansa, dostlar, mən açım, gözünü zilliyib, gözlə deyişirlər. Onun gözümüzü zilliyək deyə elə geyin. Biri var ki, baxırsan deyirsən, əstəğfurullah, biri var, baxırsan deyirsən, maşallah, biri də var, baxıb deyirsən, inşallah. Yəni, onun sən baxışından çox şəhsizdir. Evdən elə geyinmir, çıxır bayırda podyumdadır. Mən özüm, əzizim, mən o vaxtda yeni yetmə qız olanda, mən məktəbdə idim, dostlar. Mən açığım deyim, qırcıvalı paltar idi, altdan da biraz heç nə yox idi, məsəl üçün. Yəni, normal biz gəzirdik Bakıda 90-cı illərdə, indi elə çıxa bilərsən şəhərə. 90-la bir deyil indi. Ay, sağ ol, söhbət ondan gedir. İndi başqa cürdür. Biz o qədər onları düşünürük ki, bugünlərim artıq öz tərzimizi unutmuşuq və s. Düzdür, mən heç vaxt tam açıq-saçıq da heç vaxt geyməmişəm, amma hər şeyin bir həddi hüdudu var. Ona görə də insana kimin necə baxmasından çox şey asılıdır. Sənin insanın içində nə varsa o da görəcək. Mən üzr istəyirəm, belə bu reallıqdır. Yəni dönə-dönə özümüzdən yaşlardan üzr istəyirəm. Paltar var ki, o altda qalmalıdır, paltar var ki, üstdə qalmalıdır. Əgər altda qalan paltar, üstdə qalan paltar üstələyirsə, onun üstdən geyin, üst paltar altdan geyin.